Özünün 35 yaş kiçik xanımla olan evliliyi ilə gündəmə gələn təqaüddə olan polis general-mayoru Nazim Əliyev 2020-ci ildə Daxili İşlər Nazirliyində xidmətdən təqaüdə göndərilmişdir. Xəbərlər net xəbər verir ki, Today Baku mövzu ilə bağlı araşdırma aparıb. Araşdırmaya əsasən, onun vaxtından əvvəl təqaüdə göndərilməsinə əsas səbəbi bu kimi adekvat olmayan davranışlar sərgiləməsi olub. Xidmət dövründə də yaşı, xidməti və tutduğu vəzifə ilə hərəkətləri arasında uyğunsuzluqlar olmuş, eləcə də yüngül həyat tərzi keçirən qadınlarla münasibətlərdə olması müəyyən edilib. Sonuncu xidmət yeri olun Polis Akademiyasında da işlədiyi müddətdə, müxtəlif vaxtlarda münasibətdə olduğu yüngül həyat tərzi keçirən xanımlarla qalmaqal yaşamış və o xanımlar Polis Akademiyasının qarşısına gəlmiş və Nazim Əliyevlə görüşməyi tələb etmiş, onun hesab verməli olduğunu bildirilib. Bu səbəbə görə Nazim Əliyev vaxtından əvvəl təqaüdə göndərilib.